Sonra Şeyx İbn Cəvzi rahmehullah vaxt ki, iblis necə döyüşən adama vəsvəsə eləyir, ondan danışır. Yəni mücahidə. Çünki iblisin vəsvəsələrindən heç kəs xilas olmayıb, olmayacaq. İblis təbii ki, möminə daha da çox vəsvəsə eləyir. Çünki onun işi odur ki, azdırmaq. Və kim xeyr istəyər, kim imanın güclətmək istəyər, iblis ondan çox şübhə qapıları açmaq istəyər. Şəhvət qapıları ki, o yola gedməsin. Və bəziləri yoxsa uyur o yoluna, bəziləri də yanır. Sabit olur o yolda. Və burada Şeyx Rahmanullah Əbu Hüreyra radiyallahu anh rivayətini gətirdi. O vaxt ki, ən birinci cəhənnəmə girənlərdən də biri mücahidlər olacaq. Onlar ki, ixlasla döyüşmürlər. Və sonra Şeyx Rahmanullah və Hatim-i Razinin rivayətində deyir ki, bəs Abd ibn Süleyman deyir, bir dəstənə gedirdim, bizimlə də Abdullah ibn Mübarək idi. Abdullah ibn Mübarək rahimullah böyük alimlərdən biridir. Hicrətin 181-ci ildə vəfat edir. Rahimullah. Və özü də necə kitab sahibidir. Hətta ləqəblənindəndir Şeyxülislam. Və deyir ki, Abd ibn Süleyman bir dəstə ilə döyüşə gedirdi. Abdullah ibn Mübarək də bizimlə idi. Və artıq elə oldu ki, qoşunlar görüşdülər Rumlularla. Döyüş gedir. O vaxt Rum düşmənlərdən biri çıxdı qabağa, dedi ki, qoy biri çıxsın. O vaxt döyüşlər deyir ki, əvvəl döyüşdən qabaq həm o tərəfdən, bu tərəfdən çıxırlar. Tək, 2 nəfər, 3 nəfər, belə. Əvvəl döyüşürdülər, sonra döyüşlər başlayırdı hər iki qoşun arasında. Və deyir, biri çıxdı, görmədik. Çıxdı biri belə, üzü bağlayan halda və öldürdü. Sonra kafirlərdən biri də çıxdı. Onu da öldürdü. Rumlardan. Sonra biri çıxdı, yenə öldürdü. Və belə, sən ona qalib saldılar. Və sonra hamı istedi ki, baxsın o üzünə kimdir. Lakin üzünü açmadı. Lakin birdən mən gəldim, üzündən belə götürdüm o əskini ki, baxım, kimdir bu? Gördüm ki, Abdullah ibn Mübarək. Abdullah ibn Mübarəkdir. Dedi ki, Subhanı, nüş açdım, nüş tanıtdırdım məni. Qorxuram, ixlasım gedər. Görürsən. Həmçinin sələflərdən İbrahim ibn Ədhəm. O vaxt gedir, nəsə görə döyüşür. Və bəzilər başqa şey görə. Ona görə qənimətdən icazı bir şey almaq ən böyük günahlardandır. O gəlib Əbu Hüreyra, Buxari Müslim rivayət edib, deyir ki, bir gün çıxdıq Peyğəmbər sallallahu aleyhi ve sellemdən Xeybərə və Allah subhanət hələ Xeybəri verdi bizə. Və sonra Xeybərdən sonra bir yerə düşdük, başqa bir yerə. Orada birin oxla öldürdülər. Dedik, maşallah. Maşallah, şəhid oldu inşallah. Sahabilər deyir. Və Peyğəmbər salsın deyir ki, xeyr, o şəhid deyil. O, cəhənnəmdə qalacaq, cəhənnəmə düşəcək. Çünki Xeybərdə qənimətdən bir dənə ox götürüb icazsız. Ox götürüb. Və qənimətdən bir şey götürmək ən böyük günahlardandır. Qənimət yəni kafirlərin yerlərini alanlar, oradakı mallar nə varsa qənimətdir. Lakin onu bölməyin şəriətlə yolu var. Oradan icazsız kim bir şahsı qiyamət günü onunla gələcəyi və daxil olacaq cəhənnəmə. Allah bilir, əbədiyyən deyil inşallah. Ona görə bu hədisi eşidəndən sonra, bu hadisəni görəndən sonra biri gətirdi, bir dənə ip götürmüşdü. Bir kişi. İp ya 2 dənə ip. Dedi, ya Rasulullah, mən də qənimətli götürmüşdüm bunu. Xeybənin qənimətindən. Dedi ki, Rasulullah səni oddan azad oldu.
sən xilas oldun məsələn. Xilas elədin ondan. Ona görə görürsən, yəni, iblis necə vəsvəsə eləyir. Bu da mücahidə vəsvəsələri. O şeyx davam edir. Vəsvəsələrin inşallah gələn dəstəvri olursa vəsvəsələrindən keçir. Allah bilir. Sonra Şeyx İbn Cəvzi rahimehullah buyurur ki, iblisin mücahidə vəsvəsələrindən deyir ki, şeyx, وَقَدْ يَكُونُ الْغَازَ عَالِمًا بِالتَّحْرِيمِ deyir ki, ola bilər döyüşən bilsin ki, müəyyən şeylər haramdır. Və lakin deyir, səbiri çatmaz bir şeyə. Və ya elə fikirləşər ki, o hansı ki, əməl edir, hansı əməl sahibidir, o hər şeyi örtəcək. Elə fikirlə görsən, haram eləyə bilər. Bu şeytanın vəsvəsələrindən də deyir şeyh. Rahimullah. Və sonra şeyh Rahimullah buyurur ki, Zikru təlbisi aləl əmirinə bil ma'ruf və nəhinə anil munkar. Yaxşı işlərə çağıran, pis işlərə çəkindirən necə vəsvəsələrdir şeytan. Yəni, dəvət edən adama. Və deyir ki, ümumiyyətlə, insanlar iki cürdür, yəni dəvət edənlər. Alimlər, bir də cahillər. Amma alimlərə qarşı iblisin vəsvəsələri budur ki, iki yolla ancaq vəsvəsə edir alimə, dəvət edən alimə. Birinci, iblis gözəlləşdirir ona. Məsələn, onu zikr etməklə, tərifləməklə təəccüblənir. Təəccüblənir, qoltuqlu altı qalxır, ona gəlir ki, o dəhşətdir. Gözəlləşdirməklə onun üçün. Bu vəsvəsədir. İnsan ümumiyyətlə yeri tərifdən qaçan. Çalışır ki, bir əməl görəndə eləməyək ki, qoyunu tərifləsinlər. Eləmənə də Allah üçün. Dərs keçmək lazım Allah üçün. Qoy deməsinə, mən dəhşətəm, mənə dərsimdə adam çox oturur və s. və s. Hamısı vəsvəsədir iblisin. Və ya məsələn, şeytanın necə burada Şeyx Rahimullah Əbəmən Süleymanın rivayətini getirir. Deyir ki, Əbu Cəfər el-Mənsur xəlifə idi. Bir xütbə verəndə cümə günü ağlayardı. Və mən də deyir, xütbəsinə qulaq asırdım, bir gün qəzəbləndim. İstədim ki, qalxım, deyim ki, belə də eləmədə çox. Daimi xütbə eləndə ağlayır. Ondan ümumiyyətlə sələh bəyənmirdi ağlamağı çox. Cəmatın yanında ağlamaq. Və istədim qalxım, ona deyim ki, sən belə eləmə, cəmatın arasında. Lakin sonra qorxdum. Gördüm, gəlib qorxdum ki, cəmatın gözündə yaxşı görsənəcəm. Sonra əmir məni öldürəcək və qorxdum ki, şeytanın vəsvəsindən gedə bilərəm bu dünyadan. Yəni, təəccüb gələn mənə. Cəmat deyəndə ki, görürsən filan kes, maşallah, əmir sahibinə rədd elədi, cavab qaytardı, xütbə gedən vaxtı. Qorxdum Allah subhanət haladan ki, birdən cəmatın gözündə mənə belə böyüdərlər, gözlərində mənə də nəsə təəccüb gələr və o cür ölərəm. Subhanallah, sələf görünəcə ehtiyatlıydılar. Amma ikinci yolu ona görə deyir, oturdum, heç nə demədim. Amma ikinci yolu dəvət edən alimə qəzəb vasitəsilə. Təbii ki, dəvət edən gerək qəzəblənməyə. Dəvət edən ümumiyyətlə qəzəbləndirməyə çətin olmalıdır. Dəvət edən adam gerək geniş sinəli olmalıdır. Çünki dəvət edəndə hər şey görürsən, hər cür adam, dəli də görürsən, ağlı da, ixlassız, ixlaslı, kimsə dünya, kimsə şöhrət, kimsə belə, kimsə atsan qazanmaq istəmək və s. Cür qazananlar, gəlir səbirləməsən. Və şeyx deyir ki, rahmanullah, ikinci yolu dəvət edən alimə şeytan yolu qəzəbdir. Və qəzəblən kimi şeytan gelir qəlbinə. Və məsələn, münkəri görəndə qəzəblənmək.
həddindən artıq qəzəblənmək. O da düzgün deyil. Münkar görəndə qaydası var. Bəli, istəmir münkar olsun. Ola ki, qaydası var. Elə deyil. Qaydası var, onu inkar eləmək. Və bu da şeytanın vəsvəsələrindən insana girir. Ona görə Ömər ibn Abdüləziz görür bir kişidə bir dənə əməl münkar əməldir, xoşuna gəlmir, qəzəblənir və lakin cəzasını vermir. Deyir, qorxdum ki, öz qəzəbimə görə çıxar bu cəza. Ehtiyat və sələfin həyatı. Vallahi, daima qardaşlar deyirəm ki, oxuyun sələflərin həyatını. İbrətdir. Sira oxuyun, Peyğəmbər salsın həyatını. İbrətdir. Və sonra Şeyx Rahimullah buyurur, amma cahilə isə heç buna ehtiyac yoxdur danışmağa. Şeyx deyir ki, Rahimullah, amma izə kanələ əmru bil ma'ruf cahilən, kim bu dəvətə qoşulub cahildir, şeytan deyir, ona oynayar. Heç ehtiyac yoxdur danışmağa. İnnəmə kanə ifsaduhu fi əmrihi aksar min islahi. Şeyx deyir ki, cahil dəvətində islah etməkdən çoxsu fəsada aparar, ifsad edir, ancaq ki oraya. Və sonra danışır şeyx. Lakin inşallah bu qalsın gələn dərsimizə. Allah da üçün bilir. Sonra şeyx İbn Cəvzi Rahmanullah o vaxt ki, dəvət edən adama şeytan necə vəsvəsələr edir. Ondan danışır. Ki, sən dəstə deyir, elmi olana necə vəsvəsələr edir. Və əgər dəvətdə şeytan elmi olana vəsvəsə eləyirsə, çaşdır bilirsə, və cahilə necə? O şeyx cahildən danışanda elə belə başlayır. Cahillə isə şeytan necə istəyir, oynayır. Cahil yəni bilmir. Dəvət eləmək necə lazımdır. Eşidib bir dənə şey, elə bilir ki, bunu belə bilmək lazımdır, hər adama necə gəldi. Harada istəyir, necə istəyir. Hələ deyil. Yəni, dəvət elmdir. Dəvət edən adam əgər münkar görürsə, inkar etməmişdən qabaq bilməlidir özü. Bu münkardır. Çünki şeyx deyir ki, Allah deyir ki, təbii ki, deyir, cahillə oynayır şeytan və cahilin dəvətinin xeyrindən çox zərəri çox olur, daima. Cahil həmişə zərər çox verər. Çünki bilmir ona görə. Və şeyx deyir ki, Rahimullah, nə üçün? Deyir ki, ola bilər bir şey inkar eləsin, hansı ki, o işi görmək caizdir. Ola bilər bir şəri məsələdir, ona elə gəlir ki, bu münkardır. Ola bilər şəriətdə caizdir bu məsələ, bilmir. Və ya məsələn, şeyx deyir, Rahimullah, və ya bir şey inkar eləyər, hansı məhzəbə görə bu olar? Yəni, insan bir şey eləyir, hansı məhzəblə gedir və görüb ki, dəlil var, ona görə. Şübhə gəlib ona. Elə zənn eləyib ki, dəlil var. Ona görə və ya məsələn, əslən, şeyx deyir ki, Rahimullah, ola bilər cahilliyindən vura bilər, münkar edəni və ya söyə bilər. Bu təbii ki, ancaq fəsaddır. Yəni, inkar nöş olunur. Hətta adam eləməsin və haqqı qəbul etsin. Əgər sən təsəvvürlə gəlsin, dəvətində söysün, vursun, ola bilər, sən münkərlikdən çəkəcəksən adamı, müvəqqəti o yerdə. Və lakin o sənə dəvəti isə qəbul edəcək. Və dəvət nə üçün edirsən? Cəmaatı qolmaq üçün? Yox, dəvət edirsən, cəmaatı düzdür, öz ətrafı yığmamaq üçün. Allah Subhanahu dininə gəlmək üçün. Çünki biz dedik ki, dəvət edəndə özü fikirləşməməlisən. Yəni, elə dəvət edəməlisən, öz səhvə adam yığasan. Dəvət edəməlisən, İslama gəlsin. Çünki kim İslamdan istifadə edir, İslamla qaxmaq istəyir, Allah Subhanahu zəlil deyir daima.
Ona görə Şeyx Rahmanullah fikir versən, yəni deyir ki, ola bilər, cahilliyindən belə eləsin, qəzəblənsin, vursun və ya söysün. Və bu təbii hamısı cahilin əlamətlərindəndir. Və sonra Şeyx Rahmanullah buyurur ki, və əgər bir şey eşitsə və ya bir şey səs gəlsə, məsələn, birdən keçir bir evin yanına münkər görür, səs gəlir, musiqi səsi. Lakin bilmir hansı evdəndir dəqiq. Lazım deyil, yəni cəsusluq eləmək, tapmaq bu səs haradan gəlir. Ümumiyyətlə, dəvət eləyəndə lazım deyil cəsusluq eləmək, axtarmaq. Bəzən adamın xətalarını axtarırlar. Əqrəb kimi deyablar, gözləyirlər ki, ayağın böyük, ayağın bükülən kimi o zaman vurmaq istəyir əqrəb kimi. Bizdə əqrəblər var, əlhəmdülillah. Əqrəblər olmalıdır ki, bir şeytan var ona görə. Aydın da şeytan da ənsallar daim yığır. Münafiqlər, bunlara oxşayanlar. Və bizim məsciddə də var ətraflarında. Lakin münafiqlər deyən olmayacaq inşallah. Bunlara oxşayanlar. Aydın da və bax, görürsən, cahil necə zərər verir ancaq. Ona görə adam dəvət edəndə gəlir öyrənə, sonra dəvət edir. Peyğəmbər salsın, vurur, məndən heç olmasa bir ayə də çatdırın. O demə deyir ki, eşitdin, get çatdır. Yox, öyrən, nə vaxt? Öyrənəndən sonra. Lakin öyrənməyib, sən dəvət edirsən, sən ancaq zərər verəcəksən. Aydın da və pis fikir yaradacaqsən İslamdan. Və nəticəsinə səbəb olacaq İslamı qəbul olmalı. Ona görə insan daima dəvət edəndə bir şeylərdə məsuliyyət daşımalıdır. Məsuliyyət daşısın, onda inşallah faydası olacaq. Ehtiyatlı olacaq sənə. Amma bu adam ki, səfikdir, məsuliyyət bilmir nədir və s. o necə gəlib danışır, nə istəyir, o ancaq zərər verəcək dəvətə. Bu hamısı təcrübə olunub. Allah subhanətən inşallah bizə işte faydalardan etsin. Və bizi əməllərimizi xalisin etsin inşallah. Və sonra Şeyx Mücaz Rəhməlullah deməli dəvət edən adamın vəsvəsə necə eləyir iblis. Və Şeyx danışdı cahili necə vəsvəsə eləyir. Və əslən sakit, sanki. Əslən, cahilə ehtiyac yoxdur. İblisin vəsvəsələrindən danışmağa. Necə vəsvəsə edir. Çünki birinci olsa deyir, necə gəldi vəsvəsə edir. Oynayır əslən cahillə iblis. Cahillə iblisdən xilas necə olmaq olar? Ancaq elmlə, ixlas ilə, təqva ilə, sadiq olmaqla və s. Burada şeyh buyurur ki, görürsən bəzi inkar edənlərə inkar etdiyindən danışır. Oturur məsələn bir dənə meclisdə, mən belə elədim, mən belə elədim, mən belə elədim, inkar etdim. Necə inkar edeyim? Təbii ki, bu cahilin əlamətidir. Və iblisin vəsvəsələrindəndir. Dəvət edəndə xüsusən dəvət edəndə ola bilər, görə bilərsən, cahildir, bilmir insan. Azı da onun xətalı elə bilər, onu evini danışmaq. Görürsən, cahil belə şeylər fikir edmir. Iblisin vəsvəsələrindən. Məsələn, görürsən ki, dəvət edəndə söyür, münkar edəni. Pis baxır ona belə qəzəbli, ölük öldürəcək onu. Təhqir etmək. Bu hamısı iblisin vəsvəsələrindən. Çünki müsəlman əslən söyməyə qadağan olunur. Xüsusən zəlalət əhlinin ibadət etdiklərinə, başqa dinlərin ibadət etdiyi neysə, şeylərə. Allah subhanətlə buyurur, söyməyin onları cahillərindən siz söyərlər. Allahı söyərlər, sahib olarsan Peyğəmbəri söyər.
Belə söyən özünü söyür. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, insan öz atanı söyür. Lan necə öz atanı söyürsən? Deyir ki, sən söyürsən, o da qaytarır. Yəni, səbəb olsan. Orada səbəb lazımdır, söyməklə, qışqırmaqla, heç nə düzəlməyəcək. Xüsusən münkəri. Və sonra Şeyx Rahimullah deyir ki, bəzilər görürsən ki, münkər görəndə elə bir ki, bir eyb, bir şey görür, onu açır deyir cəmaata. Və məsələn, bəziləri hücum deyir, münkər görəndə, hətta vurur. Birinci olsun deyir, ha. Hətta vurur. Deyir, bu hamısının şeytan vəsvəsələridir. Bəra adam olan iblisin vəsvəsəsindədir. Həm də vurma alansın dəvət yayla. Onu dəvətdir, vurma alan. Kim qabul edəcək onu? İşte bu belənçi, bu nə dindir? Və bəzilər görürsən, qabları dalı sındırır, evə girəndə, münkər görəndə nəsə dağıdır, tökür hər yanı. Və s. Bu hamısı vəsvəsədir, bilsin. Amma alim isə, əgər inkar etsə, alim sənə bilginən ki, salamat olacaqsan, onun dilindən, onun hərəkətindən. Çünki alim təmək ki, yəni, münkəri inkar edən əgər bilirsə, ondan salamat olacaqsan inşallah. Yəni, bu belə şeylər eləməz o. Deyir, ona görə sələflər həmişə münkər edən adama rəhmlə baxırdılar. Rəhm gözünə və inkarı ədəmlə yerdilər. Deyir, ona görə Salə İbn Uşeyn deyir ki, gördüm ki, bir kişi qadınla danışır. O yaxınlaşdım, dedim ki, Allah subhanətə görür sizi. Və inşallah Allah tuvalini Allah da ölçsün bizim evimizi bu. Yəni, bəsdir. İnkara bax. Quşqırmadı üstlərinə. Və demədə siz kafirsiniz və siz nəsə münkəri inkar deyir. Nəsih elədi, yadlarına saldı. Qutardı. Və görür ki, şeyx deyir ki, İbn Cəvzi deyir ki, keçir bir qövmin yanından görülür ki, oynayırlar. Daha bilinə oynayırlar. Deyir ki, ey cəmaat, siz bir dənə səfərə çıxmısınız. Amma gecələr yatırsınız, gündüzlər də oynuyorsunuz. Bu səfərdir, gedirik hamınız ahirətə. Bu necədir? Nə deyəcəksin orada? Yatdım, bir də futbol zad oynadım. Və ya necəsə oynadım. Ona görə Allahdan qorxun, Allah üçün vaxt ayırın, ahirət üçün. İnkar, misal çəkir şeyx, rahimullah. Və hətta Rasul sallallahu aleyhi ve sellem, sahabələr, İbrət nə qədədir? Onlar münkəri inkar edəndə necə edərlər? Və sonra şeyx buyurur ki, وَاَوْلَنْ نَاسِ بِالْلُطْفِ Yəni, ən münkər görəndə də, əgər kimdəsə, əmir sahiblərlə daha mülayim olmasın. Bir əmir sahibçi görsə münkər deyir, onunla daha mülayim olmasın. Lütflə, latif olması olanla, mülayim, onlara qarşı qışqırmamaq və s. Xüsusən əmir sahibinə qarşı. Şeyx deyir, rahimullah, mücözü deyir, ha? Burası mücözü də qorxadır. La'anukumullah. Ona görə deyir ki, rahimullah, və əmir sahibinə necə nəsiyyət verirlər? Şeyx deyir ki, yadlarını salın, Allah subhanə sizi qaldırıb bu məqama və bilin hansı məqamdasınız siz. Və bilin buranın qədrin. Və bilin bura gələn nə inməlidir. Yadını sal, nəsiyyət edər. Və bilginən ki, bu neymət şükürlə, Allah şükür etməklə davam edəcək. Asinin isə davam etməyəcək, qutaracaq. Nəsihə. Elə deyil. Elə deyilməyə. Elə mi? İbn Cəvzi deyir, ha. Və sonra şeyx rahimullah və bəzilər görürsən münkər görəndə inkar etmirlər. Hansı ki imkan da var.
O da vəsvəsədir. Laqeyd yanaşmaq da olmaz, münkər görəndə. İnkar eləməyəsən, lakin qaydalarla. O qaydanı da haradan insanı öz başından çıxatmır. İnsan qaydalar götürür, o qaydalar ki, alimlər qoyub, o qaydalarla. Alimlər kitab yazıb, ayrıca buna görə. Ona görə insan münkər görəndə necə inkar eləməlidir, onun üçün qaydalar var. Baxmaq lazımdır, məsləhə var, yoxsa məfsədə var. Onun lazım, müsəlmanların xeyri var bunda, yoxsa zərəri və s. Amma o, hansı ki, qaydasızlardır, onlar o cür dəvət ancaq zərər verəcək. Həm zərər də verib. O şeyh deyir ki, o cür eləyən şey yoxdur ki, şeytan vəsvəsələndəndir. Vəsvəsənin dalınca gedəndir. Adam ki, münkar görür, imkanı var, inkar etmir. Və görür ki, münkarı inkar etmək o məqamda xeyri var. Aydındır. Və sonra Şeyh Rəhmullah deyir ki, fi zikri təlbisi iblis alə zuhar və rübbət. Necə zahidlərə vəsvəsələr edir iblis. Yəni zahid hansı ki, ibadət əhli, yəni təqva əhli, onların necə vəsvəsələr edir. İnşallah qalsın gələn dərsimiz Allah bilir.